Dostlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə Azərbaycan Respublikasının Konstitusiyasının birinci bölməsindən sual-cavablara baxacağıq. Qeyd edim ki, bu suallar flashkart kimi olacaq. Yəni flashkart deyəndə nəyi nəzərdə tuturam? Məsələn, bu sualı oxuyursunuz birinci, cavabını bilirsinizsə səsləndirirsiniz, bilmirsinizsə üzərinə mən vuracağam və daha sonra doğru cavabını oxuyacağam. Gəlin vaxt itirmədən keçək bu suallarımıza. Qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyası nə vaxt ümumxalq səs verməsi ilə qəbul edilmişdir, yəni referendumla. 1995-ci il noyabr ayının 12-sində qəbul edilib, ancaq noyabr ayının 27-si isə qüvvəyə minib. Konstitusiyanın giriş hissəsində, yəni preambulasında Azərbaycan xalqının bəyan etdiyi niyyətlərdən biri nədir? Preambulada niyyətlərimizdən biri budur ki, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaq. Üçüncü sualımız, Konstitusiyaya görə hüquqi və dünyəvi dövlət qurmağın əsası nədir? Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin etmək. Dördüncü sualımız, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimdir? Baxın, suallarda da düşür bu, Azərbaycan xalqıdır hakimiyyətin yeganə mənbəyi. Beşinci sual, Konstitusiyanın birinci maddəsinə görə, yəni hakimiyyətin mənbəyi maddəsinə görə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyaya əsasən Azərbaycan xalqı bəs kimlərdən ibarətdir? Azərbaycan Respublikasında, yəni xalq deyiriksə, Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan xalqıdır. Azərbaycan xalqının suveren hüququ nədir? Suveren hüququmuz sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və öz idarə etmə formasını müəyyən etmək nəyimizdir? Baxın, bizim suveren hüququmuzdur. 8-ci sualdayıq. Qeyd olunur ki, Azərbaycan xalqı öz suveren hüququnu hansı iki əsas yolla həyata keçirir? Bunun birincisi bilavasitə ümumxalq səs verməsidir, yəni referendum və yaxud seçilmiş nümayəndələri vasitəsilə. Hansı məsələlər yalnız referendumla həll oluna bilər? Uşaqlar, yalnız referendumla həll olan məsələlərdən Konstitusiyanın qəbulu və ona dəyişikliklər edilməsi, həmçinin dövlət sərhədlərinin dəyişdirilməsi var. Bəs vergilər və dövlət büdcəsi ilə bağlı məsələlər üzrə referendum keçirilə bilərmi? Keçirilə bilməz. Eyni şəkildə bura aiddir amnistiya, əfv etmə məsələsi də vardır və bir də bax bu qanunvericilik və ya icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olan vəzifəli şəxslərin təyin edilməsi məsələsi də referendum yolu ilə həll edilə bilməz. Uşaqlar, yadınızda saxlayın, imtahanlarda düşür. Dördüncü sual, maddə 4-dən də bu, kimlərin xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ var. Əlbəttə ki, yalnız xalqın seçdiyi səlahiyyətli nümayəndələr. 4-cü sual yox, 13-cü sualımız idi bu. 14-cü sualımız Azərbaycan dövlətinin təməlini nə təşkil edir? Azərbaycan dövlətinin təməlini Azərbaycan xalqının vahidliyi təşkil edir. Hakimiyyətin mənimsənilməsi Konstitusiyaya görə nə hesab edilir? Bu, xalqa qarşı ən ağır cinayət hesab edilir. Konstitusiyanın 7-ci maddəsinə görə, yəni Azərbaycan dövlətindən söhbət gedir. Azərbaycan dövləti necə respublika idi? Bu, burada qeyd olunur, demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dünyəvi dövlət dedikdə, yəni dinin dövlət işlərindən ayrıldığı və dövlət idarə etməsinə təsir göstərmədiyi bir sistemi nəzərdə tuturuq. Hüquqi dövlət isə hüququn aliliyini qəbul edən və hamının qanun qarşısında bərabər olduğu bir idarə etmə sistemidir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə nə ilə məhdudlaşır? Uşaqlar, daxili məsələlərdə yalnız hüquqla, ancaq xarici məsələlərdə isə yalnız tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hansı prinsip əsasında təşkil edilir? Bu isə hakimiyyətlərin bölünməsi prinsipi əsasındadır. Qanunverici hakimiyyətini hansı orqan həyata keçirir? Bunu Milli Məclis həyata keçirir. Bəs icra hakimiyyəti isə kimə mənsubdur? Bu isə prezidentə mənsubdur. Uşaqlar, diqqətli olun. Burada qeyd olunur prezidentə mənsubdur. Demir prezident həyata keçirir. Baxın, prezidentə mənsubdur. Prezidentin yuxarı icra orqanı var. Nazirlər Kabineti müvafiq icra hakimiyyətini həmin qurum həyata keçirir.
Məhkəmə hakimiyyətini isə məhkəmələr həyata keçirirdi. Bu da 24-cü sualımız. 25-ci sualımıza keçirik. Qeyd olunur ki, dövlətin başçısı kimdir? Əlbəttə ki, bu Azərbaycan Respublikasının prezidenti idi. Prezidentin funksiyalarından biri Azərbaycan xalqının nəyini təcəssüm etdirməkdir? Vahidliyini təcəssüm etdirməkdir. Azərbaycan dövlətinin müstəqilliyinin və ərazi bütövlüyünün təminatçısı kimdir? Ümumiyyətlə bu əlbəttə ki, prezidentdir ki, müstəqilliyin, ərazi bütövlüyünün təminatçısıdır. Yəni bu imtahanlarda da tez-tez bizim qarşımıza çıxır. Eyni şəkildə, yəni məhkəmə hakimiyyətinin müstəqilliyinin də təminatçısıdır. Baxın, burada da qeyd olunan sual budur. Yəni məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimdir dedikdə, əlbəttə ki, Azərbaycan Respublikasının prezidentidir. Növbəti sualımız silahlı qüvvələr hansı məqsədlə yaradılıb? Bu da vardı əlbəttə bizim suallarda. Qeyd olunurdu ki, bu Azərbaycan Respublikasının öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə yaradılır. Bax, bu qəbul sualıdır. 30-cu sualdayıq. Yarıya çatmışıq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimdir? Bu isə Azərbaycan Respublikasının yenə də prezidentidir. Daha sonra burada qeyd olunur ki, Azərbaycan Respublikası müharibəni hansı hallarda rədd edir? Başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi rədd edir. Daha sonra keçirik digərinə. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətini nəyin əsasında qurur? Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini nəyin əsasında qurur? Bu da, yəni hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərdir. Daha sonra burada bu təkrar sualı idi. 2 dəfə təkrar dedim bunu. Keçin olmaz, keçək 33-ə. Azərbaycan Respublikasının ərazisi hansı xüsusiyyətlərə malikdir? Vahiddir, toxunulmazdır və bölünməzdir. Baxın, burada da VTB şəklində yadınızda saxlaya bilərsiniz. Dövlət sərhədlərinin dəyişdirilməsi hansı yolla mümkündür? Yalnız Milli Məclisin qərarı ilə bütün əhali arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında. Dövlət sərhədlərinin dəyişdirilməsi hansı yolla mümkündür? Yenə də bunu biz artıq bu sualları təkrar eləmişik, digərinə keçək. Dövlətin ali məqsədi nədir? Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsidir. Azərbaycan Respublikasında mülkiyyətin hansı növləri var? Bu da qəbul sualıdır. Baxın, dövlət, xüsusi və bələdiyyə mülkiyyəti var. Mülkiyyətdən hansı məqsədlər əleyhinə istifadə edilə bilməz? İnsan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə. Növbəti sual, təbii ehtiyatlar kimə mənsubdur? Diqqətli olun. Hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan dövləti iqtisadi münasibətlərdə nəyə yol vermir? İnhisarçılığa və haqsız rəqabətə yol vermir. Azərbaycan dövləti hansı sahələrin inkişafına yardım göstərir? Baxın, burada da qeyd olunur mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına. Bunu isə metis sözü ilə yadınızda saxlaya bilərsiniz. Baxın, burada iqtisadiyyat yoxdur, yəni suallarda iqtisadiyyatı da deyirlər. Cəmiyyətin əsas özəyi kimi nə dövlətin xüsusi himayəsindədir? Bu isə əlbəttə ki, ailə idi ki, dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək kimin borcudur? Valideynlərin borcudur. Konstitusiyaya görə neçə yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Bu isə 15 yaşına çatmamış uşaqlardır. Uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır? Onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə. 45-ci sualdayıq. Azərbaycan Respublikasında din dövlətdən nədir? Ayrıdır. Hansı dinlərin yayılması və təbliği qadağandır? Yəni dini cərəyanların insan ləyaqətini alçaldan və yaxud insanpərvərlik prinsiplərinə zidd olan dinlərin. Dövlətin təhsil sistemi hansı xarakter daşıyır? Bu isə dünyəvi xarakter daşıyır. Uşaqlar bunu 42-ci, yəni maddəyə salırlar, söhbət gedir təhsil hüququ maddəsinə də salırlar. Yəni amma diqqətli olun, bu orada deyil, birinci bölmədədir. Azərbaycan Respublikasının pul vahidi nədir? Uşaqlar, pul vahidimiz əlbəttə ki, manatdır. Pul nişanlarının tədavülə buraxılması, tədavüldən çıxarılması hüququ yalnız kimə mənsubdur? Əlbəttə ki, bu Mərkəzi Banka mənsub idi.
Azərbaycan Respublikasının Mərkəzi Bankı kimin mülkiyyətindədir? Baxın, dövlətin özü də müstəsna mülkiyyətindədir. Hansı məqsədlə alınmış borclar Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə bilməz. Dövlətə qarşı qiyama və dövlət çevrilişinə kömək etmək məqsədi ilə alınmış borclar. Sonra 52-ci sualımızdayıq. Azərbaycan Respublikasının dövlət dili hansıdır? Bu isə Azərbaycan dilidir. Bununla bağlı qanunumuz da var bizim. Onu da biz keçirik. Mənim videolarımdan da o videonu tapa bilərsiniz. Azərbaycan Respublikasının paytaxtı hansı şəhərdir? Əlbəttə ki, Bakı şəhəridir. Azərbaycan Respublikasının 3 dövlət rəmzini soruşur bizdən. Bayraqdır, gebdir, himndir. Azərbaycan Respublikasının dövlət bayrağındakı rənglərin ardıcıllığını yuxarıdan aşağı sadalayın. Mavi, qırmızı, yaşıl. Əslində sadə sualdır bu. Yəni söhbət gedir, orada rəng də demirdi. 3 enli 3 üfüqi zolaqdan ibarət idi. Bax diqqətli olun. Rəng sözünü görsəz birinci yanlışdır. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Dövlət bayrağının eninin uzunluğa nisbəti nə qədər idi? 1-in 2-yədir. Bu düşə bilər sual kimi qəbula. Dövlət rəmzlərinin təsviri, himnin musiqisi və mətni nə ilə müəyyən edilir? Bu isə Konstitusiya qanunu ilə müəyyən edilir. Uşaqlar, bax bu qəbula düşmüş sualdır. Hansı suallar qəbula düşür? Mən sizə deyirəm onu. Referendumun bizdən tərifini soruşur. Yəni nə deməkdir? Xalqın birbaşa səs vermə yolu ilə mühüm bir qərar qəbul etmə prosesidir. Məsələn, Konstitusiyanın qəbulu, dəyişikliklər edilməsi və s. Və suverenlik nədir? Bir dövlətin öz ərazisi daxilində müstəqil şəkildə və heç bir xarici təsir olmadan qərarlar qəbul etmək və idarə etmə hüququna malik olması. Bilirsiniz, bizdə də suverenlik günümüz var. O hansı gündür? Onu da şərh hissəsinə yazın. Bax belə, güman edirəm ki, bax bu 59 sualımız, flaşkamız, belə deyim, sizə kömək edəcək. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyənin, abunə olun ki, bu videoların da davamı gəlsin. Bir daha izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.